Salam əziz izləyicilər. 2026-cı il MİQ imtahanında informatika fənnindən düşən suallardan bir digərinin izahını verirəm. Bu sualımız Python-la bağlıdır. Python dilində yazılmış proqram fraqmentinin icrasından sonra çap olunacaq ədədlərin cəmini tapın. Deməli, bu tip proqram fraqmenti ilə artıq biz tanışıq, deflə tanışıq. Sadəcə olaraq sualı izahını, yəni necə işləmək lazım idi, ona daha çox diqqət eləyəcəm. Deməli, biz burada ilk öncə f-lərə müraciət eləyəcəyik. F-lərdən hər dəfə n-in qiymətini, bax, print n o demək ki, hər dəfə hər f-ə müraciət eləyəndə n-i çap eləyəcək. Daha sonra şərti yoxlayacaq və şərt doğru olduqda f-ləri hesablayacaq, doğru olmadıqda f-ləri hesablamayacaq. Gəlin bunu indi yazaraq izah edeyim. Deməli, birinci nəyə, hansı f-ə müraciət edir? F1-ə, daha doğrusu, n-in 1 qiymətinə müraciət eləyəcək. F1. F1 olduqda. F-in 1 qiymətində print n 1-i çap eləyir. Çünki n-imiz 1-dir. N1 olduğuna görə 1-i çap eləyəcək. Sonra şərti yoxlayır. 1 kiçikdirmi 5-dən? Şərt ödənir. Bəli, kiçikdir. Ödənirsə bu f-lər üçün qiymət hesablayırıq. Olacaq f 1 üstə gəl 1, 2, f 1 üstə gəl 3, 4. Hələlik bu işimiz tamamlandı. İndi əlimizdə 2 dənə f var. Bax, f2-yə müraciət eləyəcəyik, sonra f4-ə müraciət eləyəcəyik. İndi f2-yə müraciət eləyək. Bax, f-lərin hamısına müraciət eləmək lazımdır. Bir-bir, hər birinə müraciət eləyəcəyik. Yanında işarə qoydum ki, hansısa f yaddan çıxmasın. Ardıcıl şəkildə davam edirik. F2. F2 olduqda n-in 2 qiymətində print n-i 2-ni çap eləyəcək. Sonra şərti yoxlayıram. 2 kiçikdirmi 5-dən? Bəli, kiçikdir. Ona görə də təkrar f-in qiymətlərini hesablayırıq. 2 üstə gəl 1, 3 olacaq. F 2 üstə gəl 3, 5. Davam eləyirəm. F2-yə müraciət elədim, indi F4-ə. Buradan bura keçməyin. Ardıcıl belə f-lərin hər birini bir-bir yoxlayın ki, qarışıqlıq olmasın. Haradasa hansısa bir qiymət itmiş olmasın. Bütün f-lərə müraciət eləmiş olar. Ona görə də ardıcıl şəkildə davam edək. F4 və yanına yenə də plus işarəsi qoyuram ki, qarışdırmayaq. F4-ə müraciət eləyirəm. F4 olduqda n-in 4 qiyməti çap olunacaq. Sonra şərt yoxlayacaq. 4 kiçikdir. 5 şərti ödənirmi? Ödənir. F3 qiyməti yenə hesablanır. N plus 1, yəni 4 plus 1 olacaq 5. F 4 plus 3 olacaq 7. Növbəti yenə də yoxlayırıq. İndi nəyə? F3-ə keçirəm. F3. N-in 3 qiymətində yenə print n3-ü çap eləyir. 3-ü şərtdə yerinə qoyuruq. 3 kiçikdirmi 5-dən? Doğrudur. F 3 üstə gəl 1 olacaq 4. F 3 üstə gəl 3 olacaq 6. Davam eləyirəm. Yəni, burada əsas məsələ bütün f-lərə müraciət edəməkdir. Növbəti gəlir F5 qiyməti. Bax, bura. N-in 5 qiymətində F5-ə müraciət eləyirəm. F5. N5 olduqda print n-i 5-i çap eləyir. Daha sonra 5-i yoxlayır. 5 kiçikdirmi 5-dən? Şərt ödənmir. Ödənmirsə artıq burada heç bir f hesablamırıq. Boş qalır. Davam eləyirəm. Yəni, burada f-i hesablamadıq, şərt ödənmədi. O demək deyil ki, biz proqramı hələ davam eləmirik. Yəni, burada hələ f-lərimiz var, bunlara müraciət eləməliyik. F-lər bitənə qədər biz f-lərə müraciət eləyəcəyik. Şərtin ödənməməsi f-ə müraciətə heç bir adiyyatı yoxdur. Gəlirik F5-ə. F5-ə müraciət eləyək. Yenə ikinci F5-dir bu. Fərqi yoxdur. Neçə dənə də olsa müraciət eləyəcəksiniz. F5-ə müraciət elədim. Yenə N5-i çap eləyirik. Yəni N5 qiyməti çapa gedir. 5 kiçikdir 5 şərti ödənmir. Yenə də
F-lər üçün qiymət hesablamırıq. Növbəti F7. F7. N-in 7 qiymətində print N-in 7-ni çap edirik. 7 çap olundu, şərti yoxlayırıq. 7 kiçik kimi 5-dən şərt ödənmir. Yenə də biz F-ləri hesablamırıq. Davam edirik. Harada qaldıq? F4-də. F4-ü yoxlayırıq. Gəl, müraciət elədik F4-də. N4-dür, 4-ü çap elədik. 4 kiçik kimi 5-dən. Aha, şərt yenidən ödəndi. Biz yenidən enirik aşağıda F-lərin qiymətini hesablayırıq. F 4-ün üzərinə 1 gəldik, 5. F 4-ün üzərinə 3 gəldik, 7. Davam edirik F6. F6 olduqda, F6-ya müraciət etdikdə N-in qiyməti 6 olur. Print N-i yəni 6-nı çap edirik. Şərti yoxlayırıq. 6 kiçik kimi 5-dən şərt ödənmir. Davam edirik yenə. Hansı qaldı? F6-ya müraciət elədik. Gəldik F5-ə. Yenidən bir də F5-ə müraciət edirik. F5 çap olunacaq 5. 5 kiçik 25-dən şərt ödənmir. Yenə də və nəhayət F7-yə müraciət edirik. F7 N-imiz 7-dir. 7 çap olundu. 7 kiçikdir 5 şərti ödənmir. Və beləliklə tamamlamış olduq. İndi isə bu çap olunan ədədləri cəmləyirik. Çünki bizdən çap olunacaq ədədlərin cəmini istəyir. Bunların hər birini toplamalıyıq. Yazaq bir-bir. 1, üstəgəl 2, üstəgəl 4, üstəgəl 3, üstəgəl 5, üstəgəl 5, üstəgəl 7, 4, üstəgəl 6, 5, 7. Deməli, bura verdi bizə 10, bura verdi 10, 11. Burada bizə verir. Neçəni? 18. Beləliklə 49. Cavabımız olacaq 49. Bu tapşırığın bir qaydası da var. Digər bir videoda fərqli üsulla necə işləmək olar, onu da izahını çəkəcəm və paylaşacağım.